Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yenə 4-cü sinif Körpü Nəşriyyatının Azərbaycan dili kitabının ikinci hissəsindəki tapşırıqları sizinlə birlikdə həll etməyə davam edəcəyik. Artıq və bugün bitirəcəyik bu kitabı. Səhifə 145-dəyik. Dinləmə mətnlərinə aid tapşırıqları həll edirik. İlk mətnimiz, yəni ilk deyəndə bundan əvvəlki videoda da bəzilərini dinlədik və tapşırıqlarını həll etdik. Bugün də son 5 mətnin tapşırıqlarını həll edəcəyik. Dediyim kimi mətnləri mən burada səsləndirmirəm. Siz mətnləri dinləmək üçün buradakı kodu skan edirsiniz telefonunuzda və sizi bu aparır YouTube səhifəsinə, bu nəşriyyatının və orada mətni dinləyə bilərsiniz. Mətni dinlədikdən sonra sualları cavablandıracaqsınız. Mətni dinləməzdən əvvəl yaxşı olar ki, suallarla tanış olasınız. Mətni dinləyərkən qeydlər götürəsiniz və sonra da sualları cavablandırasınız. Gəlin əvvəlcə sualları oxuyaq. Mətnin adı Mickey Mouse-dur. Gənc rəssamın məşhurlaşmasına səbəb nə oldu? Gənc rəssamın hansı xarakteri onun gələcək həyatına təsir edirdi? Gənc rəssamın həyatındakı dönüş nöqtəsinə kim səbəb oldu? İndi isə siz mətni dinləyin, mən də dinləyim, sonra isə sualları cavablandıraq. Deməli, birinci sualda soruşur ki, gənc rəssamın məşhurlaşmasına səbəb nə oldu? Cavab çəkdiyi Mickey Mouse obrazı. Yazaq. Mickey Mouse adlı siçanda yaza bilərik. Siçan şəkli. İkinci sualda görək nə soruşurdu. Gənc rəssamın hansı xarakteri onun gələcək həyatına təsir edirdi? Buraya yazacaq ki, məqsədindən əsla dönməyən. Üçüncü sualda soruşur ki, gənc rəssamın həyatındakı dönüş nöqtəsinə kim səbəb oldu? Kiçik bir kilsənin rahibi. Bəli, mətnin sualların bu cür cavablandırdıq. Keçək növbəti mətnimizə. Mətnin adı Dərzi Prezident. Suallarla tanış olaq. Hakim dəmirçixanaya nə məqsədlə gedirdi? Qubernator hakim üçün tikdiyi mantiya ilə nə demək istəyirdi? Amerikanın 17-ci prezidentinin xarakterindəki əsas cəhət hansı idi? Deməli, birinci sualda soruşur ki, hakim dəmirçixanaya nə məqsədlə gedirdi? Deməli, o əvvəl dəmirçi olmuşdu. Çəkdiyi çətinlikləri unutmaq istəmirdi. Yazaq. İkidə görək nə soruşurdu. Qubernator hakim üçün tikdiyi mantiya ilə nə demək istəyirdi? Bir vaxtlar dərzi olduğunu və keçmişini unutmadığını. Üçüncü sualda soruşur ki, Amerikanın 17-ci prezidentinin xarakterindəki əsas cəhət nə idi? Zəhmətkeş, keçmişini unutmayan. Bu cür sualları cavablandırdıq. Keçirik səhifə 146-ya. Buradakı mətnimizin adı Qədim mədəniyyətlər. Əvvəl suallarla tanış olaq. Şumerlər evləri necə inşa edirdilər? İnd vadisindəki adamların həyat tərzi necə idi? Şəhərlərdə ən çox hansı anbarlara üstünlük verilirdi?
İnd vadisi mədəniyyəti nə qədər davam etdi? İndi isə cavablandıraq. Birincidə soruşur ki, Şumerlər evləri necə inşa edirdilər? Şumerlər evləri qamışdan, sonralar isə günəş altında qurudulmuş çiy kərpicdən inşa edirdilər. İkinci sualda soruşur ki, İnd vadisindəki adamların həyat tərzi necə idi? Əkinçiliklə məşğul olur. Buğda, arpa, yemiş, xurma, pambıq əkib becərirdilər. Yazaq. Bu da ikinci sualın cavabı. Keçək 3-ə. 3-də soruşur ki, şəhərlərdə ən çox hansı anbarlara üstünlük verilirdi? Yaxşı havalanma ilə böyük taxıl anbarları olurdu. Bu da 3-cü sualın cavabı. 4-də bizdən soruşur ki, İnd vadisi mədəniyyəti nə qədər davam etdi? 800 il mətndə deyilir. Yazaq onu da. Bu da bu mətnin suallarının cavabları. İndi isə keçək növbəti səhifəyə, 147-yə. Burada mətnimizin adı bəzi fotoşəkillərdə gözlərimiz nə üçün qırmızı görünür? Suallarla tanış olaq. Gözümüzə daxil olan işığı nə tənzimləyir? Fotoşəkillərdə gözümüzün qırmızı görünməsinin səbəbi nədir? Gözlərimizin fotoşəkillərdə qırmızı görünməməsi üçün nə etmək lazımdır? İndi isə mətni dinləyin, mən də dinləyim. Soru-sualları cavablandıraq. Deməli, birinci sualın cavabında gözümüzə nə qədər işıq girəcəyini bəbək tənzimləyir. Çox işıq olanda bu hissə kiçilir ki, gözümüz qamaşmasın. Az işıq olanda isə böyür ki, daha yaxşı görə bilək. İkinci sualın cavabında bəzən şəkildə gözlərimiz qırmızı görünür. Çünki kameranın işığı gözümüzün içərisinə düşür. Gözümüzün arxa tərəfində çoxlu qan damarları var. Flaşın bu işığı bu damarlardan əks olunur və kamera bunu qırmızı rəngdə görür. Fotoaparatın işığının 3-cü sualın cavabında isə fotoaparatın işığından əvvəl işıq gerilərsə gözlər qırmızı düşməz. Keçirik son mətnimizə, səhifə 149-a. Nə üçün yatırıq? Suallarla tanış olaq. Gün boyu beynimizi məşğul edən nə varsa yaddaşa nə vaxt yerləşdirilir? İmmunitetimizin fəallaşmasına səbəb olan nədir? Yuxu həyatımızın neçə hissəsini təşkil edir? Deməli, birinci sualın cavabında bu cür yaza bilərik ki, yuxu zamanı gün ərzində əldə etdiyimiz məlumatlar və təcrübələr beyində işlənir və uzun müddətli yaddaşa köçürülür. İkinci sualda soruşur ki, immunitetimizin fəallaşmasına səbəb olan nədir? Cavabında yazacaq ki, kifayət qədər yatıb dincəlmək. Üçüncü sualda soruşurdu ki, yuxu həyatımızın neçə hissəsini təşkil edir? 1/3 hissəsini. Bəli, bu da son sualı idi. Son mətnimizin son sualı. Beləliklə, ikinci hissənin də sonuna gəldik, çatdıq. Bundan əvvəl birinci hissədə də, ikinci hissədə də bütün səhifələri sizinlə paylaşdım. İstəklərinizi nəzərə alaraq ümid edirəm sizlər üçün faydalı oldu. Bundan sonra da kanalda inşallah sizlər üçün faydalı videolar olacaq. Sağ olun, yeni videolarda görüşərik.